Azerbaycan Milli İlimler Akademisi'nden doçent doktor Aygün Bağırlı da çocuk edebiyatının aile değerleri, milli kimlik, dil politikası ve Türk dünyasının kültürel diyaloğu gibi konularla kesiştiğini söyledi. Bir xalqın bugünkü çocuk edebiyatına baksan, o xalqın gələcəyini görə bilərsən. Çünkü gelecek vətəndaşı bugünün çocuk edebiyatı yetiştirir. Çocuk yazarları adeta insan mimarlarıdır. Əsərlərində çox qatlı, sadə görünən, əslində dərin mənalar və məqsədlər gerçəkləşdirən yazarların həm ədəbiyyat, həm tarix və zaman qarşısında böyük sorumlulukları var. Azerbaycan Milli İlimler Akademisi'nden Profesör Doktor Elnar Hakimova da Azerbaycan ve Türkiye arasında edebiyat ve kültür aracılığıyla kurulan köprülerin 2 asırlık bir geçmişi olduğunu belirtti. Ben inanıram ki bugünkü bizim müzakiremizin sonucunda biz bu bağları möhkəmləndirməyi, bu dostluq köprülərinin daha da möhkəmləndirilməyin yollarını arayacağız. Çok güzel burada təkliflər səslənəcək və bu təkliflər təbii ki Azərbaycanda bütün Türk coğrafiyasında yaşayan uşaqların daha sağlam, daha təməlli bir gələcəyinin qurulması üçün yollarının aydınlanmasına bir işıq rolunu oynayacaqdır. Atatürk'ün bu fikrini çok sevirəm ki, dövlətin təməli kültürdür. Təbii ki bu belədir, amma burada bir mühüm amil de var. Dövlətin təməli həm də sağlam, təməlli qurulmuş bir uşaq ədəbiyyatından gedir ki, bugünkü tədbir də məhz bunun bir daha sübutudur.